Azərbaycanda məmur özbaşınlığına qarşı illərlə tədbirlər görülsə də görünür, bəzi kiçik məmurlar hələ də dövlətdən deyil, yalnız kreslolarından güc aldığını düşünürlər. Prezidentin sərt xəbərdarlıqları, korrupsiya qarşı aparılan əməliyyatlar, vəzifədən çıxarılan, həbsdə çürüyən məmurlar belə bəzi idarə rəhbərlərinə dərs olmayıb. Dövlətin sərvətini qorumağa borclu olanlar həmişə həmin sərvətin məhv edilməsində müstəsna rol oynayıblar. Bir xəbər media Yeni Çağaza istinadən xəbər verir ki, Masallı, Cəlilabad və Yardımlı rayonlarını əhatə edən 11 saylı regional meşə təsərrüfatı mərkəzi ətrafında səslənən iddialar artıq sıradan səhlənkarlıq məsələsi deyil. Belə ki, Göytəpə Meşəbəyliyinin 17 saylı meşə dolayında sənədlər üzərində mövcud göstərilən 76 hektar meşə əkini faktiki olaraq yoxa çıxıb. Bu isə sadəcə bir neçə ağacın kəsilməsi deyil, dövlətin təbiət sərvətlərinin göz görə-görə məhv olması deməkdir. Çünki 11 saylı regional idarənin direktoru Nəsimi Nəsibovun rəhbərlik etdiyi dövrdə bölgə meşələrinin acınacaqlı vəziyyətə düşdüyünü o bölgədəki hər kəs bilir. İnsanlar haqlı olaraq soruşur. Bu qədər ağac necə yox oldu? Kim buna cavab verəcək? Niyə aidiyyatı qurumlar susur? Ən əsası isə Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılov niyə baş verənlərə münasibət bildirmir? Unutmayaq ki, Heydər Əliyev həmişə ağac kəsən mənim qolumu kəsir deyirdi. Bugün isə elə mənzərə yaranıb ki, sanki bəzi məmurlar həmin qolu baltalamaq üçün yarışa çıxıblar. Ancaq görünən odur ki, bəzi məmurlar dövlətin zirvəsindən gələn bu nümunədən nəticə çıxarmır. Bir tərəfdən ölkə rəhbərliyi yaşıllığın artırılması üçün beynəlxalq səviyyədə çağırışlar edir, digər tərəfdə isə bölgələrdə meşələr məhv olur, ağaclar yoxa çıxır, aidiyyatı şəxslər isə susur. Əgər doğrudan da 76 hektarlıq meşə sahəsi yoxa çıxıbsa, bu artıq təkcə səhlənkarlıq deyil, dövlətə, təbiətə və gələcək nəsillərə qarşı ağır cinayət iddiasıdır. Ümid edirik ki, lazımi qurumlar məsələnin ciddiyyətini anlayıb, nəzarətə götürəcəklər.